Salam, hər birinizi xoş gördük. 2027-ci ildə buraxılış imtahanı fərqli olacaq ingilis dilindən. Yəqin ki, məlumatınız var. Sual formaları, belə deyək, sual tipləri hansı cür olacaq? Bunu yoldaşlardan soruşanlar var, şagirdlərdən və abituriyentlərdən. Qısaca bununla bağlı sizə məlumat vermək istəyirəm. Deməli, əziz 11-ci siniflər, deməli hal-hazırda 11-siniz, yeni imtahanı model verəcəksiniz. Hətta 100 sözlük esse də var. Orada necə olacaqdır? Demin verdiyi məlumata əsasən İndi onunla bağlı davamlı videolar hazırlayacağım sizlər üçün. Söhbət sınaqlardan, izahlardan gedir. Deməli, 25 qapalı sual olacaqdır. Yəni əvvəl 30 sual idi, amma artıq 25 sual olacaq. Qapalı sualdır hamısı. Açıq suallar yığışdırılıbdır və 26-cı sual olacaq esse, yəni yazı. Bu da 100 sözlük esse olmalıdır. Bununla bağlı kanalda videolar var, yenə də davam olacaqdır. Yəni 100 sözlük essenin də yazmaqda fayda var. Və bilmək lazımdır ki, yəni deyilən qaydaya əsasən 70 sözdən aşağı olanda bal verilməyəcək. Bir də ehtimal olunur ki, 15 dəqiqə və yaxud da yarım saat demişlər sanki əlavə vaxt veriləcək. Yəni bu şey də var, amma din bunu hələ ki rəsmi açıqlamayıb bildiyimə görə. Bu belə. Bəs qapalı suallar necə olacaqdır? Bunu da sizə deyim. Qapalı suallar listening 4 sualdır. True false tipində olacaq 4-cü sual. 9-ların hazırdakı sistemi kimi, yəqin ki 9-ların məlumatı var. Reading 8 sual olacaq və 2 mətndir. Yəni 2 dənə reading mətni olacaqdır və onun hərəsindən 4 sual olacaqdır və ehtimal ki, o readingin 4-cü sualı da, yəni sonuncu sualı da true false tipində olacaqdır. Yəni orada 3-ü düz, 3-ünü səhv yazıb, birini məsələn düz yazanda bal vermir və 2 düz 2 səhv olanda da bal vermir. Listeningdə bal versə də bu readingdə bal verməyəcək. Bu da belə və suallar bir daha deyirəm ki, hamısı qapalıdır. 100 sözlük essendə diqqətli olarsınız. Bunu da yaxşı məşq eləmək lazımdır. Çünki belə deyək də bal verilməz deməyin. İndi ehtimal ki 16.7 bal verirlər. Çünki hesablayanda qapalı suallar 3.33 bal eləyəndə 9-lardakı kimi sizdə də gərək ki 16.7 bal olsun. Amma ki yenə dim açıqlama versə, jurnal falan çıxsa, oradan yəqin ki məlumat əldə olunacaqdır. Yəni bu şəkildə hazırlaşa bilərsiniz. Belə, ümid edirəm ki faydalı oldu. Hər birinizə uğurlar.